Herkese salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Müğənni Vəfa Şərifova qatıldığı proqramda həyat yoldaşı ilə bağlı verilən sualı cavablayıb. Həmin anları sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi unutmayın. Özüm də bilmirəm, hansı xanımımı əlindən almışam, həmkarımı sevgilisini almışam. Siyahıları özüm də qarışdırmışam açığı. Hər şey göründüyü kimi deyil. Demişdim o vaxt ki, mənim zaksım yoxdur. Amma bu o demək deyil ki, mən hansısa başqa bir xanımla zaksı olan bir bəydən evlad dünyaya gətirmişim. Mənlə zaksı olmayan bəyin heç kimlə də zaksı yoxdur. Bu bilər onun keçmişində kimlərsə olub. Yəni bu mənim günahım deyil, bu mənim səhvim deyil. Mən o insanla tanış olanda, bunu bütün Azərbaycan bilir, bu sir deyil, heç kimə də şər atmıram. Yəni hamı bilir ki, başqa bir xanım müğənni vardı həyatında, onlar artıq ayrılmışdılar. O xanımın həyatında başqa bir bəy vardı və mən bu insanla tanış oldum. Yəni bir ailə dağılıbsa buna səbəbkar niyə mən oldum? Mən axı çox sonradan gəlmişəm bu mövzulara, bu yerlərə, bu insanın həyatına.